GLS. Maşının sol tərəfində heç bir zədə yoxdur. Maşın Koreya maşınıdır. Ön hissəsində heç bir zədə yoxdur. Maşının sağ hissəsində heç bir zədə yoxdur. 360 kamera var. 2023'lü Mercedes GLS 300 4 matikdir. Dizeldir. Maşın dizel. Və gördüyünüz kimi Koreya maşınıdır. 33.000 yol gedib. Dizeldir. Bu maşının arxa hissəsi 4 matikdir. Bu da bunun sol tərəfidir. O belə bir gözəl salonu var, sistemli, qızdırıcı, soyuducu. Maşın da pollu fulldur da, pollu full. Koreya maşınıdır. İki motordur. Dizeldir, iki motordur.